Bismillah, elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Kardeşler, bugün inşallah Nisa suresinin 82. ayəsi barəsində danışmaq istəyirəm. Belə ki, Uca Allah buyurur ki, Euzu billahi mineşşeytanirracim. Əfələ yetədəbbərunəl Qur'an və ləv kânə min indi qeyrillahi ləvəcədu fihi ixtilafən kəsira. Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o Allahdan başqası tərəfindən olsaydı, əlbəttə onda çoxlu ixtilaf tapardılar. Deməli, qardaşlar, bir çox təfsir alimləri bu ayənin təfsirində qeyd edirlər ki, Allah subhanahu wa ta'ala bu ayədə insanları Quran üzərində düşünməyə, onun ayələrini təfəkkürlə oxumağa çağırır. Deməli, ayənin birinci hissəsinə fikir versək, Uca Allah buyurur ki, onlar Quran barəsində düşünmürlərmi? Əfələ yetədəbbərunəl Qur'an. Yəni, bu, Quranın yalnız oxunmaq üçün deyil, həm də üzərində təfəkkür etmək üçün nazil edildiyini göstərir. İnsan ayələrin mənasında, hikmətində və əlaqəsində düşünməlidir. İkinci hissədə isə, əgər o, Allahdan başqası tərəfindən olsaydı, onda çoxlu ziddiyyətlər tapardılar. Bu, Quranın səmavi, ilahi bir kitab olduğuna açıq aydın dəlildir. Çünki insanın sözü səhv, uyğunsuzluq və ziddiyyətlərlə dolu ola bilər. Lakin Quranda nə məna, nə xəbərlər baxımından heç bir ziddiyyət yoxdur. İbn Kəsir və digər təfsir alimləri bu ayəni Quranın möcüzəvi xüsusiyyətlərindən biri kimi izah etmişlər və Quranın mənbəyi insan deyil, məhz uca Allahdır deyə buyurmuşlar. Ona görə də onda heç bir daxili ziddiyyət yoxdur və hər bir ayə bir-birini təsdiq edir. Qısa deyək ki, qardaşlarım, xülasə olaraq bu ayə Quranın ilahi kitab olduğunu, səmavi kitab olduğunu, onun üzərində düşünməyin vacibliyini, onu öyrənməyin, oxumağın vacibliyini və onda heç bir ziddiyyət olmadığını bildirir. Bu qədər ən doğrusunu Uca Allah bilir.